Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni bir videoda sizlərin qarşınızdayım. Əziz dostlar, bilirəm uzun vaxtı sizlər üçün video çəkə bilmirəm. Çox üzrlü sayın. Bu günlərim sizlər üçün Azərbaycan, Rus və Türk kanallarına necə baxmaq olar? LG televizorlarında, Samsung televizorlarında, ümumiyyətlə TV Box aparatlarında necə kanalsız sadəcə internet vasitəsilə baxmaq istəyirsinizsə, bu video əsas sizdən ötürüdür. Axıracan izləyin, zəhmət olmasa. Bir də başa düşmədiyiniz hissəni zəhmət olmasa yorumlar qismində yazın. Sizlər üçün ən yaxşısını kömək göstərək. Əziz dostlar, LG televizoruna ümumiyyətlə LG televizorları var. Belə bir Weibo sistemi LG televizorunuz varsa, LG televizorunda ilk öncə apps bölümünə girirsiniz və bu apps bölümünə girdikdən sonra bu axtarış hissəsinə və bu qisminə bir dənə 9 xtriyam sözünü yazırsınız. Bax 9 və bu sözü yazırsınız. Bax əziz izləyicilər, diqqətlə izləyin. 9 xtriyam ücretsiz bir proqramdır. Amma bəzi LG televizorlarında bu ücretlidir. Diqqətlicə baxın, 9 gün, 5 gündən sonra bu sizdə ola bilsin ki, ücretli ola bilər. O bizlik bir şey deyil. Ümumiyyətcə, bu verdiyimiz proqramlar hamısı vaxtdandır. Bir müddətdən sonra bunlar dayanır, əziz dostlar. Ümumiyyətcə, bizim bu verdiyimiz proqramların hamısı vaxtdan olan bir şeydir. Şəxsi özünüz üçün istəyirsinizsə, yorumlarda WhatsApp nömrəmiz var. Oradan zəng eləyin, qiyməti sizlərə deyək, özünüz üçün şəxsi götürün. Həm işlətməyə rahat olur, həm donmamaq rahat olur, hər cəhətdən rahat olur. İndi isə bu günlərin bəzi insanlar var ki, evlərinə qonaq usta çağıra bilmir, bəzi insanlar var ki, evinə heç bir şey eləyə bilmir. Həmin o insanlar üçün bu videonu çəkirik. Ümumiyyətlə, LG televizorları üçün 3-4 dənə pulsuz proqramlar var ki, 9 xtriyam, LG IPTV Pro Player və bunların hamısı bunlarda pulsuzdur. Əziz dostlar, ancaq ən gözəl proqramlar indi siz inşallah şəxsi götürərsiniz, biz sizə ətraflı məlumat verərik. Bir də bəzi proqramlar var ki, məsələn 9 xtriyam da hal-hazırda pullu proqram olduğu üçün pullu proqram yükləyə bilmədim. Mən bunu 5 günlük sizlərə LG televizor üçün göstərirəm. Əgər xoş gələn insanlar varsa, yəni keçib götürə bilər. Yəni pulsuz proqram sadəcə M3U IPTV Player'dir. Onda da ki, yəni düzgün şəkildə işləmir həmin bu proqram. Sadəcə, yəni All IPTV Player, bu All IPTV Player proqramı var. Yəni buradan girib yükləyə bilərsiniz. Ancaq yenə də deyirəm, bu da 5 günlükdür. Yəni 5 gündən sonra yenə pul istəyəcəkdir sizlərdən. Yəni onun üçün TV Box aparatları daha məsləhətli və daha sərmənalıdır. Həm də ki, çalışın televizor alan zaman Android sistemli bir televizorları almağı məsləhət sizlərə görürəm. Nəysə, başla söz, All IPTV Player sözünü axtarış bölməsində yazırsınız və başla sözünü deyirsiniz. Diqqətli şəkildə baxın. Continue sözünü basırsınız. Aha. Buradan bu bölümü basırsınız. Setting bölümünü. ADD playlist. Aha. Və diqqətli şəkildə baxın əziz dostlar. Setting'i bastınız. Setting bölümünü. Estağfurullah. Change playlisti basırsınız. Change playlistdən sonra ADD playlist. Sonra XC sözünü basırsınız. Bax, XC sözünü basırsınız. Diqqətli şəkildə baxın. Həmişəki kimi birinciyə öz adınızı yazırsınız. Diqqətli şəkildə baxın. Həm Azərbaycan, həm Türk, həm Rus kanallarına necə baxmaq lazımdır, ətraflı şəkildə sizlərə göstərəcəm bu günləri. Birinciyə öz adınızı yazırsınız. İkinci hissəyə, yəni ən vacib olan hissədir. Diqqətli şəkildə baxın. Öz adınızı yazdınız. İkinci qismi URL qismidir. Yəni əziz dostlar, diqqətli şəkildə baxın. Başlıq qisminə HTTP yazırsınız. Yəni 2 nöqtənin
2 nöqtənin qabağına bunu qoyacağam. Yəni başlıq hissəsi yorumlarda olacaq ikinci cərgə. 2 nöqtə, yəni ikinci cərgə deməkdir əziz izləyicilər. Diqqətli şəkildə baxın. Başlıq qismi yorumlardadır. Yəni H-dən başlayıb 2 xəttdən qutaran qismi yorumlarda olacaqdır. Diqqətli şəkildə yorumlara baxın, rəy bölməsinə, orada olacaqdır. Sonra isə onun 2-nin qabağında nə var? 3 yazılana kimi. 3 yazıldı, yəni 3-cü cərgə deməkdir. 3 yazılana kimi bitişik şəkildə yazırsınız. Televiziya proqramında isə ikincini 4-ə yazırsınız. İkinci cərgəni 4-ə yazacaqsınız. İndi hal-hazırda proqramı yazıram. Əziz izləyicilər, ikinci cərgəni 80-ə kimi bitişik yazırsınız. Nöqtə, 2 xətti yadınızdan qoymağınız çıxmasın. Bax, yenə də deyirəm. İkinci cərgəni 2 nöqtənin qabağındakı 80-nə kimi bitişik yazırsınız. Enter sözünü basırsınız. Bu istifadəni edirsiniz. Üçüncü, böyük hərfdən başlayır. Yəni bu videonun içindəki yazdığımızı çalışın yazmayın. Yorumlarda yazdığımız qismləri yazın, əziz izləyicilər. Və bütün hamısı böyük hərfdən olacaqdır ikinci cərgə. Yəni yorumlardakı fərqlidir, əziz izləyicilər. Yorumdakına fikir verməyin. Yorumlarda nətər var, elə yazın. Orada nətər yazılır, elə də qoyuruq. Və enter qismini basırıq. Və gəldik ən son qismə. Mən bəyəxarım 9 XTRM proqramını tərifləyirdim. Əziz izləyicilər, artıq o proqram ödənişli bir proqram olubdur. Onun üçün, yəni sizlər üçün sərf eləməyəcək. Həmin bu proqram da ödənişli bir proqramdır. LG televizorlar üçün ən məsləhətli proqramlardan biridir. Yəni əgər istəyirsinizsə, bizlərdən şəxsi götürərsiniz və yaxud hansısa bu proqramı özünüz üçün ömürlük götürə bilərsiniz. Və enter. Və hər şey yazdıqdan sonra save sözünü basırsınız. Save sözünü basan kimi və göy pronovkanı basırsınız, yenilə sözünü deyir. Diqqətli şəkildə baxın. Əziz izləyicilər, artıq həm Azərbaycan kanalları, həm Türk kanalları artıq açıq şəkildə gedir. Diqqətli şəkildə baxın, hal-hazırda açıq gedir. Əgər futbol sevən dostlarımız varsa, futbol sevər insanlar varsa, yenidən bizim bu videomuza baxsınlar. Yenə deyirəm, yükləyirsiniz, setting bölümünə və changer playlist hissəsinə vurursunuz. Orada kod parolunu yazdıqdan sonra göy pronovkanı basırsınız. Televizorun pultundan diqqətli şəkildə baxın. Bu göy pronovkanı basırsınız. Yenilə sözünü deyirsiniz. Yenilədikdən də sonra artıq baxırsınız ki, necə gözəl bir şəkildə işləyir. Həm filmlər, həm sport kanalları, həm istədiyiniz hər bir şey yəni burada mövcuddur. Rahat şəkildə baxa biləcəksiniz. Filmlər də var ya cavabda. Bax, haber, çocuk. Əziz dostlar, artıq kanalları yazdım.
Həm Azərbaycan, həm Rus, həm Türk kanalları var, mövcuddur bu kanallarda. Almaq istəyən şəxslər varsa, WhatsApp nömrəsini rəy bölümünə qoyuram. Rahat şəkildə evinizdə istifadə edə bilərsiniz. Yenə deyirəm, televiziya proqramında və digər proqramlarda, TV Mate-də yaza bilərsiniz həmin bu proqramı. Rahat şəkildə proqram işləyəcəkdir, narahat olmayın. Heç bir problemimiz adı olmayacaqdır. Bax, hamısını da çevirəm, sürətli şəkildə açır. Əziz dostlar, ümumiyyətcə çalışın, şəxsi özünüz üçün götürün. İndi bəzi insanlar var, başlayacaq yazmağa ki, bu qardaşın hamısı problemli şeydir. Əziz dostlar, bu kanallar hamısı vaxtdan olan bir şeydir. Bir müddətdən sonra bunlar dayanır. Çalışıram ki, onların yorumunda, onların şeylərini tez-tez dəyişək. Əgər dəyişə bilmirəmsə, bilin ki, həmin o kanal ümumiyyətcə yoxdur, ona görə dəyişə bilmirəm. Bir də çalışın videonun içindəkinə yox, yorumlarda yazılanlara yükləməyə çalışın. Ən gözəli yəni onlardır. Ümumiyyətcə bizlərdən ötürü çox dəyərlisiniz həqiqətən. Ən yaxşı proqramlar bu proqramlardır. Rahat şəkildə baxmaq istəyirsinizsə yükləyə bilərsiniz. Həm Azərbaycan, həm Rus, həm Türk kanallarına rahat şəkildə baxacaqsınız və diqqətli şəkildə baxın. Əziz dostlar, bir də zəhmət olmasa, ancaq şəxsi özü üçün istəyənlər varsa WhatsApp nömrəsinə yazsınlar. Və yaxud da futbol olan ərəfəsində götürüb mənə yazıb test alıb sonra da qayıdıb kanalımızı da yanıb istəməyin də mənası yoxdur. Yəni belə insanlar da var, rastıma gəlir, yalandan alır, sonra deyir qardaş filan vaxtı alacam. Belə söhbətləri eləməyin gözəl insanlar. Bəzi insanlar var eləyir, bu iş bizim işimizdir. Biz bundan yəni çörək qazanırıq, bundan şey deyirik. Yəni bunun üçün dəqiq şəkildə baxın. Yenə bax dostlar, birinci hissəni yox, ikinci hissəni seçirsiniz. İkinciyə düşün zəhmət olmasa. İkinciyi seçdiniz, oku basırsınız. Və burada 4 dənə xana gələcəkdir. Bax, ikincini seçmək lazımdır. Çox bir asan bir şeydir. Birinci, 2 nöqtə, üçüncü və dördüncü. Bu dördüncünün başlıq hissəsini yorumlarda yazıram. Olmayan hissəsini isə zəhmət olmasa baxın, yorumlarda sabitləyin və videonun axırına kimi baxın. Görün nə var, nə yox. Bəzi insanlar var, keçə-keçə baxır, ona görə də heç bir kanalı izləyir. Öz adınızı yazırsınız, əziz dostlar. İkinciyə düşürsünüz. İkinciyə burada böyüdeyim. Bir də zəhmət olmasa, videonun içindəki nə yox, çalışın yorumlardakına gedin. Çünki yorumlardakına az insan girir. Ona görə də o daha stabil işləyir və bunu nəzərdə saxlayın. Deyirəm, LG televizorları üçün, Samsung televizorları üçün artıq demək olar ki, proqramlar çox həddindən artıq azalıbdır. Siz bizlərə WhatsApp nömrəsinə yazırsınız, ən yaxşı proqramları sizlər üçün göstərirəm. Diqqətli şəkildə baxın, bütün kanallar hamısı mövcuddur. 4-cü qismi isə bu proqramda siz 3-cü cərgəyə yazırsınız. WhatsApp nömrəmizdə, əlaqəmizdə var hər şeyimiz. İzləmədə qalın, hələlik. Və kanalımıza abunə olmağı yadınızdan çıxartmayın.